Salam əziz dostlar. Həsədin təhlükələrindən biri də budur ki, həsəd eləyən adam həmişə cəmiyyətə zərər verir. İnsanlar arasında düşmənçilik yaradır. Gedir onun yanında deyir ki, bax gör onun nə qədər şeyi var, nə qədər pulu var, nə qədər imkanı var, niyə bizdə yoxdur? Kin, küdurət gətirir, çıxardır. Bir də görsən elə vaxt hallar olur ki, həsəd eləyən adam həsəd etdiyi adamın malına zərər verir. Malına. Yəni cinayət törədir. Gedir onun malını yandırırmı, nə bilim, müxtəlif işlər görür ki, onun malı zərərə düşsün. Əgər onda yoxdursa, məndə yoxdursa, onda da olmamalıdır prinsipi ilə. Hətta bəzən elə olur ki, gedir həsəd etdiyi adamın canına zərər verir. Ki, dünyada olmasın o. O dünyada olmasın və mən görməyim onu. Onun o varidatını görməyim, onun o imkanlarını görməyim. Mən narahat oluram. O gecə-gündüz narahat olur. Həsəd çox təhlükəli bir xislətdir, rəzil xislətlərdəndir ki, həsəd eləyən insan həmişə həsəd etdiyi insanlara qarşı həmişə düşmənçilik mövqeyində dayanır. Sağ olun.